İpoxondrik pozuntu, bunlar köhnə nomenklatura ilə deyilirdi. Cəmiyyət arasında ən çox günahxam xəstəlik deyilir və yaxud da ki, buna belə deyək ki, yeni adlandırma ilə isə xəstəlik həyəcan pozuntusu və yaxud da xəstəlik anksiyete pozuntusu deyilir. Və bəzən isə buna xəstəlik, sağlamlıq obsessiyası deyilir. Burada obsessiya sözünə niyə vurğuluruq? Obsessiya bildiyimiz kimi beyinə gələn sarışan fikirlərdir, yəni. Ümumiyyətlə, xəstəliyi bir psixiatrik pozuntudur, psixiatrik xəstəlikdir və xəstəliklərin beynəlxalq təsnifatı üzrə və DSM üzrə sırf psixiatrik bir pozuntu hesab edilir. Həyəcan təşviş pozuntusunun, yəni anksiyetenin alt qrupudur. Əslində qruplandırsaq bir obsessiv-kompulsiv pozuntuya da daxil edilə bilər. Çünki bu nevrotik pozuntu olaraq, yəni həm burada anksiyete, həm də obsessiyalar var şəxsdə. Xəstəlik, anksiyete pozuntu necə olur ümumiyyətlə baş verir? Bu zaman şəxs hər hansısa bir, belə deyək, keçirilmiş olduğu əvvəlki travmalarından, özü əvvəllər ağır xəstəliyə düçar olubsa və yaxud da ki, ailə üzvlərindən kimsə ağır bir xəstəlikdən, onkoloji bir xəstəlikdən rəhmətə gedibsə, bundan şəxs travmalanır, həyəcanlanır, qorxu keçirir və bu travmalar qabıqaltı mərkəzlərdə toplanıb qalır. Və nəticədə müəyyən bir vəziyyət yarandıqda, şəxsin bədənində hər hansısa bir cüzi, bir xırda bir əlamətlər formalaşanda artıq narahat olmağa başlayır. Bu narahat düşüncələr gün ərzində onu həyəcanlı, tədirgin, gərgin, emosional edir, qıcıqlı edir və şəxs hər bir şeyə reaksiya verməyə başlayır. Və nəticədə bu özündə yaranan narahatçılıqlar onun beynində bütün obsessiyalar şəklində, yəni sarışan düşüncələr yaradır. Ona beynində gün ərzində fırlanır, dolaşır, o elə düşünür ki, onun ağır bir xəstəliyə düçar olub, ağır bir xəstəlikdən əziyyət çəkir və bu beynində olan bu fikirləri aradan qaldırmaq üçün çox az bir qrup günahxam insanlar var, şəxslər var ki, onlar həkimə getməkdən imtina eləyir. Onlar düşünür ki, həkimə gedəcəklər, onlara ağır bir diaqnoz qoyulacaqdır ki, səndə rakdır, şişdir, xərçəng xəstəsisən, yəni və yaxud da ki, sən ağır bir, məsəl üçün, insult keçirmişsən, beyninə qansızlıqda, orada ocaq var. Xüsusən bizim pasiyentlər ocaq sözündən qorxurlar. Ki, beynində ocaq varsa, deməli, sənin beynin məhv olubdur deyə özünün beynində düşüncələr yaranır. Aysan xanım, onda belə anladım ki, ipoxondriyanın yaranmasında travma və stres əsas rol oynayır. Yəni, bütün bunların kökündə ola bilər stres və travma. Ümumiyyətlə, günahxam, nəinki, belə deyək ki, xəstəlik, anksiyete pozuntusu, bu dediyimiz xəstəlik, bütün bir sıra xəstəliklərin, istər miokard infarktı, istər şəkərli diabet, İstərsə də digər somatik xəstəliklər olsun, onkoloji xəstəliyin özü belə olsun. Hər zaman həkim reanimasyon şəraitdə xəstəni qəbul edəndə nə deyir çöldəki adamlarına? Deyir, nəyə əsəbləşmişdir, nədən stres keçirmişdir. Bütün somatik və demək olaraq əksər somatik xəstəliklərin və psixiatrik pozuntuların altda yatan səbəbi və təkan verici faktoru stres faktorudur. Bütün xəstəliklərə patogenetik olaraq başladar. Bu da hardan başladar? Bu zaman böyrək üstü vəzdən adrenalin hormonu küllü miqdarda qana sintez olunmağa başlayır. Nə baş verir bu zaman? Adrenalin qana sintez olunduqda qan damarları daralır. Qan damarları daralan kimi arterial təzyiq artır. Arterial təzyiq artır, şəxs o qədər həyəcanlanır, narahat olur. Tez-tez nəbzini yoxlayır. Baxır ki, nəbzi yüksəkdir, ürək vurğuları yüksəkdir, ürəyi ağzından çıxacaq. Deyir, doktor, elə bir ürəyim belə ağzımda döyünür, qulağım güppuldur, qulağımda döyünür, narahatdır. Yəni, qorxur ki, bu an infarkt keçirəcək. İnfarkt keçirəcək, tez-tez təzyiqini ölçür və narahat olmağa başlayır. Başı ağrıyır, başı gicəllənir, belə deyək ki, ürəyi bulanır, onu və yaxud da ki, əllərində, ayağında keymə, uyuşma yaranır, iynə batırma hissiyatı yaranan kimi deyir, vəssalam, mən insult keçirəcəm, beynimə qan sızacaq və yaxud da ki, huşumu itirib yolun ortasında yıxılacam. Nəsə mənim elə bir başımda şiş var, niyə mən belə olmalıyam ki? Və yaxud da ki, şəxs bu narahatlıq fonunda, axı biz dedik, qanda adrenalin artır. Nəfəs darlığı yaranır. Şəxs dərindən nəfəs alıb verə bilmir və nəticədə təngi nəfəs olur. Şəxs girir tualetə, hamama, tüpürür, tüpürcəyinə baxır, görür bir rəngində bir dəyişiklik varmı, qan varmı, bəlkəm yaşıl rəngdədirmi görəsən və yaxud da ki, sırazı deyəcək, dərhal deyəcəkdir. Mən deyəsən vərəm xəstəliyindən yoluxmuşam. Yəqin məndən kiməsə immunitetim düşdü, kimdənsə mənə vərəm keçdi. Və yaxud da ki, şəxsin bir anlıq olaraq mədəsi qıcıqlanır, gəyirimə qıcqırma olursa, mədədə bir yanma, göynəmə olursa, anlıq olur. Yəni, bu sadaladığım klinik əlamətlər çox qısa müddət ərzində olur, keçici əlamətlər olur və dərhal şəxs şübhələnir. Yəqin məndə mədə xərçəngidir.
nəsə oldu, filan kəs mədə xərçəngindən rəhmətə getmişdi, deyəsən məndə də odur. Nə baş verir? Bütün bu düşüncələr, fikirlər gün ərzində onun beynində dolaşır, fırlanır, ona narahatlıq verir. Və nəticə etibarilə bunları dəf etmək üçün həkimə gedir. Həkim müayinəyə alanda pasiyenti adətən heç vaxt onlar psixiatra gəlməz. İlk yönləndirilən həkim ürək problemidirsə kardioloqa gedəcək, nevroloji problem yaranırsa dərhal nevroloqa gedəcək. Mədə bağırsaq, gastroenteroloq terapevtin qapısını döyür və nə deyir? Deyir, mənim belə bir problemlərim var. Həkim dinləyir. Adətən həkim bəzən onun şikayətlərinə uyğun olaraq bəzən həkimlərə təkid edirlər ki, məndə bu şikayətləri var, məni müayinələrə göndər, məni müayinələrə yaz və həkim də onun şikayətlərinə uyğun olaraq bəzən israr etdikləri üçün nevropatoloqdursa nə edəcək? Baş beyninə uyğun olacaq, deyəcək ki, get EEG olun, KT olun, MRT olun və yaxud da ki, ürək problemidirsə dəfələrlə həmin şəxslər EKG müayinəsindən, EXO müayinəsindən keçir. Deyir, yəqin mənim boyun damarlarım tutulubdur, deyir. O klinika düz çəkmir, gedim o birisi klinikada çəkdir. Bəli, tam doğru. O klinikada düz yoxlamadılar, gedirəm ora. Boynumun damarları tutulub, başıma oksigen yaxşı getmir. Və yaxud da ki, məndə 70% boyun damarı özündən faizlər çıxardır ki, məndə yəqin boynumun, belə deyək, beynimə qan yaxşı getmir. Aytan xanım, internetdə xəstəliyi oxuyurlar. Bax, bu insanlar, hal-hazırda yazanlar var, deyir, eynən mən beləyəm, hər şeydən qorxuram ki, bu xəstəliklərin hamısı məndə var və daimi olaraq internetdə axtarış aparıram. Keçirdiyim əlamətlərə uyğun olaraq, internetdə də bir əlamət yazanda 100 min dənə xəstəlik yazır ora. O da daha insanı təşvişə salır. Bəli, internetdə araşdırma aparırlar. Nəyə görə aparırlar Günay xanım? Həkimin qapısını döyəndə həkimlə bilik yarışına keçirlər. Sübut eləməyə çalışırlar. Həkim birini deyirsə, bu ikisini deyir. Bəli, siz düz tapa bilmədiniz, məndə filan şeydir. Tələb edir ki, qanın göstəricilərini də yoxlayın. Qan analizi verir, sidik nəcis analizini verir və dediyim kimi bu instrumental müayinələrdə mədə bağırsağını yoxlatdırır. Deyir, mən endoskopiya olunmalıyım. Ultrasəs müayinəsi olunur, bir şey aşkarlanmır. Rentgen müayinəsi olur, KT olur, MRT olur, endoskopiya, kolonoskopiya, gastroskopiya. Yəni, bütün nə, kimdən nə eşidibsə, qonşudan, qohumdan, internetdən araşdırıbsa, bütün müayinələrdən keçir. Və sonuçda həkim ona dedikdə ki, baxmayaraq ki, bu qədər müayinələr olunmusan, amma sənin müayinələrində çıxan nəticələr sənin düşündüyün ciddi bir xəstəliyin göstəricisi deyil. Bu psixoloji bir haldır, narahat olma, bununla bağlı olaraq sən psixiatrada müraciət edə bilərsən. Nə deyir? Mən dəli deyiləm, məni siz anlaya bilmədiniz, mənim dərdimin çarəsi, dərdimin əlacı tapılmadı deyərək, belə deyək, qəzəb hissi duyur. Və bu pasiyentlər həkim gəzir, bəli, başqa həkim gəzir, həkimin intellekt savadına güvənmir və çox təəssüf ki, bu pasiyentlər biz psixiatra müraciət edəndə artıq həm maddi tərəfdən ekonomik vəziyyəti, belə deyək ki, o qədər aşağı pul xərcləyirlər ki, müayinələrə, həm də ki, artıq tükənmiş vəziyyətdə olurlar. Qapını döydükdə və müayinədə nə deyirlər, Günay xanım? Mənim heç o qədər həkimdə olmuşam, bu qədər ölkələr gəzmişəm, dərdimin əlacı tapılmayıbdır. Görəsən məndə nə xəstəlikdir? Bəli, bu xəstəlikdir. Xəstəlik anksiyeta pozuntusudur və yaxud da buna keçmiş adından ipoxondrik pozuntu deyilir. Və bu pozuntu adətən insanların həyat keyfiyyətini pozur. Şəxs işləyə bilmir, evdə hər kəsi bezdirir, yorur. Belə deyək ki, eyni şeyləri, halları təkrarlayır onda. Təzyiqini tez-tez ölçəcək, tez-tez həkimə gedəcək, bir əsəbləşən kimi təzyiqi qalxır. Hətta belə deyək ki, təzyiq salıcı dərmanlar belə bunların təzyiqini salmır. Çünki bu arterial təzyiqin yüksəlməsi nevrotikdir. Bəzən 180, 200, 220-yə qədər qalxır. Və belə deyək ki, müalicəyə başlamaz, ilk belə deyək, 3-cü, 5-ci günündə artıq effekt görmüş olurlar. Onda deyirlər ki, mənim dərdimin əlacı elə buradaymış ki. Yəni ki, baxın, xəstəliyindən danışırıq, ipoxondrik pozuntudan və Aytan xanıma bir savadlı bizim dəyərli həkim psixiatr kimi bir sual ünvanlamaq istəyirəm ki, yəni bu insanlar həqiqətən ağrı və simptom hiss edirlər, yoxsa bu təkcə bir düşüncədir? Günay xanım, bəzən olur ki, bu şəxslərdə həqiqətən də əvvəllər hər hansısa bir xəstəlik olubdur. Ağrı pozuntusu olubdur, indi növbəti verilişlərdə danışarıq, fibromiyalgiyalarımı olubdur və yaxud da ki, bu şəxs doğrudan da əvvəllər mədə bağırsağınla bağlı bir problem olub, ürəklə bağlı bir problem olub. Bunlar onun düşüncəsində bir, belə deyək, travmatik hadisə kimi yaşanır. Dərhal bir hal olan kimi o düşünür ki, yenə bir ağır xəstəlik keçirəcəkdir və yaxud da keçiribdir artıq.
Ola da bilər ki, bu şəxsdə məsəl üçün onurğa sütununla bağlı problem var, protruzya, yırtıq var, amma o belə ölçüdə deyildi. Ki, hansı ki o əlamətləri, o əlaməti versin və yaxud da əməliyyata doğru getsin və yaxud da ki, həmin bu ölçü onda bu şiddətli ağrıları yarada bilsin. Və yaxud da ki, qeyd edeyim ki, ürək yoxlanıbdır, ürəyin kardioqrammasında, exoda bir şey aşkarlanmır. Həkim nə deyir buna kardioloq? Artıq görür ki, kardioloq pasiyent sakitləşmir. Deyir ki, ürəyin qidalanması pozulubdur və yaxud da ki, səndə kardionevrozdur, ürək nevrozudur və yaxud da keçmiş adlandırma ilə ürəyin irritable sindromu deyirdilər. Deyirlər, səndə budur. Mədə-bağırsaq həkiminə gedir, yəni terapevtə, gastroenteroloqa bizim diaqnozdur, qıcıqlanmış bağırsaq sindromu deyilən bir diaqnoz var. Belə deyək ki, bu diaqnoz mədə nevrozu deməkdir. Deyir, səndə mədə nevrozudur. Və bu pasiyentlər, Günay xanım, bəzən bronxial asma ilə müalicələr alırlar. Həqiqətən də bronxial asma var, amma gecə boğulmalar dayanmır. Baxmayaraq ki, terapevt bunu normal protokol üzrə müalicəni edir, amma boğulma hissi dayanmır. Və yaxud da ki, biz adətən müayinələrdə görürük ki, şəxs yanaşı olaraq ürəklə bağlı müalicə alır. Müalicədə belə deyək ki, qoyulubdur ki, bu şəxs stenokardiyadır və yaxud da ki, belə deyək ki, xroniki bir ürək problemidir. Yəni, burada ciddi, kəskin ürək problemi yoxdur, pozuntusu yoxdur. Şəxs ürək müalicələri alsa da belə, təzyiq salıcı dərmanlar olsun, istərsə də ürəyin belə deyək ki, gücünü artıran dərman preparatları olsun, bunlar da belə deyək ki, o effekti vermir, o təsiri vermir. Və müalicə olunmazsa, bax bu dediyimiz xəstəliyi uzun müddət, yəni doğru müalicədən söhbət gedir. Başqa ixtisaslı həkimləri qoyuram kənara, çünki bəzi əlamətlər ola bilər, mədə-bağırsaq həkiminə getsinlər, bilmirəm, ürək həkiminə getsinlər, amma bir nəticə ala bilməyəcəklər. Bəs müalicə olunmazsa xəstəliyi nə fəsad yarana bilər? Günay xanım, xəstəliyi qeyd etdiyim kimi, həyəcan təşviş pozuntusunun alt qrupudur. Bir növüdür belə deyək də. Çünki bu xəstələrdə həyəcan, qorxu, təşviş, təlaş daim narahatdırlar, tikan üstə oturublar. Öz səhhətləri ilə bağlı olaraq daim olaraq fiziki və psixoloji sarsıntı keçirirlər. Müalicə olunmazsa nə olar? Depressiyaya yol açar. İlk növbədə psixoloji problem budur. Şəxsdə bu düşüncələr dərinləşər, bir müddətdən sonra şəxs qidadan imtina eləyər, yuxusu pozular, əhval-ruhiyyəsi pozular, şəxsin belə deyək ki, cinsəl istəksizlik yaranar və depressiya dərinləşdikcə şəxsdə özünə xəsarətlər yarana bilər. Və o düşünür ki, onun dərdinin əlacı tapıla bilmədi, onu heç kəs başa düşə bilmir. Növbəti etapda həqiqətən də şəxsdə olan bu somatik şikayətlər, ürək döyüntüsü olsun, təngi nəfəsliyi olsun, bədəndə olan ağrılar olsun, bu hallar bəzən belə deyək ki, ara vermədən fasiləsiz davam edir. Həqiqətən də müalicə alınmazsa, Günay xanım, somatik şikayətlərə yol açar, xronikləşdirər. Təzyiq davamlı olaraq təzyiq qalxırsa və artıq buna bir əlacı tapılmırsa, kardioloqların yazdıqları dərman preparatları kömək etmirsə və təzyiq düşmür. Yəni, belə deyim ki, müraciət edir müayinəyə, pasiyent gəlir. Deyir, doktor, illərdir kardioloqdan müalicə alıram, belə deyək də, bizim pasiyentlər deyir ki, dırnaq arası deyim, kurs müalicələr götürürəm, gedirəm, gəlirəm 3 aydan bir, 6 aydan bir, amma bir təsiri yoxdur. Daim narahatam. Uzun müddətdə narahat olan ürək, damarlar, belə deyək ki, gərgin rejimdə işləyir, təzyiq altında çalışdıqda təbii ki, xroniki bir ürək pozuntusuna yol aça bilər. Və yaxud da ki, adam doğrudan da qəflətən həyəcanlandıqda, təzyiq qalxdıqda beynə qansızma verə bilər. Bizim dərman preparatları, dediyimiz psixotrop dərmanlar adı altında, belə deyək ki, adlandırılan antidepressant dərmanlar təkcə sizin düşündüyünüz, bəzən cəmiyyətimizdə bəzi insanlar düşünür, dəli dərmanları deyirlər. Bunlar o demək deyil. Antidepressant dərmanlar həyəcan təşviş pozuntusu, panik pozuntu, panik atak, obsessiv kompulsiv pozuntu, dissosiativ konversiyon pozuntu, bipolar affektiv pozuntunun depressiya fazasında antipsixotiklə birlikdə, digər belə deyək ki, hətta qıcıqlanmış bağırsaq sindromu, kardionevroz dediyiniz, mədə nevrozu dediyiniz, eyni zamanda şəkərli diabet zamanı neuropatik ağrılar olur, orada belə istifadə oluna bilər. Və yaxud da ki, şəxsin belə deyək ki, narahatdır, bədəni daim olaraq sanki temperatura dəyişir, soyuyur, isinir, əlacı belə deyək də tapılmır. Və yaxud da şəxs müayinəyə daxil olur, Günay xanım, deyir, doktor, onurğa beynindən funksiya götürülüb.
ən çətin stadiyalarda yaranır. Onlara beynəlxalq funksiya götürülüb. Temperatur 37,5 düşmür. Şəxs daim narahatdır. Biz bir neçə həkimlərdə olmuşuq, terapevtdə, nevroloqda, meningensefalit, meningit, ensefalit inkar olunur. Biz bir sıra infeksiyon analizlər vermişik, infeksionist baxıbdır, amma burada bir şey aşkarlanmır. Xəstəliyi olan pasiyentlərdə bəzən adda psixoloji səbəb olaraq temperatura ola bilər. Temperaturanın səbəbi qeyd etdiyim kimi psixoloji faktordur. Yəni temperatur, bədənin, orqanizmin temperaturu belə psixoloji səbəbdən qalxa bilər. Bəli. Və qala bilər. Qalıcı. Məsələn, insanlar var bizə yazır ki, 3 aydır ki, bu temperaturla gəzirik. Bəli. Qan nümunələrimiz hamısı normadadır. Demək ki, bu insanlar da bu xəstəliklə əziyyət çəkirlər. Bəli, Günay xanım, xəstəliyində bu hal ola bilər və eyni ilə bizim pozuntulardan temperatura həm nevrotik pozuntularda ola bilər, həm də şizofreniya xəstələrində ilkin başlanğıcında və yaxud da ki, terminal ağırlaşmış mərhələdə febril qıc olmalara qədər, yəni temperatura febril qıc olmalara səbəb ola bilir bəzən pasiyentdə olan bu temperatura 40-42-nin üzərində belə ola bilər. Yəni, əgər səbəbsiz yerə temperatura pasiyentdə varsa, aparılmış bir sıra müayinələrin nəticələri inkar olunursa, temperatura yaradacaq səbəblər inkar olunubsa, adda yatan səbəb kimi psixoloji faktor vurğulanmalıdır və onu mütləq ki, belə deyək ki, araşdırılmalıdır, baxılmalıdır. Müxtəlif səpkidə suallar gəlir. Mən heç bilməzdim ki, yəni bu qədər yayılmış bir mövzudur, Aytan xanım. Bax, deyir, xırda baş ağrısını belə şiş əlaməti kimi düşünürəm. Əslində, bax, bu da elə ipokondrik pozuntudur. Digəri yazır, daim ürəyimlə bağlı qorxuram, analizlər normal çıxır. Bu nədən xəbər verir? Bayaqdan bir neçə izləyicimiz müxtəlif ağrılarını yazır və eyni zamanda təngi nəfəs də olurlar. Bəli, bəzən bizdə o COVID dönəmindən 2020-ci ildən, 19-un sonu 20-nin əvvəlləri idi ki, COVID dönəmindən, COVID infeksiyasından sonra belə ən çox insanlarda o xəstəliyi dediyim bu pozuntu müəyyən bir pandemiya dövrü olsun və yaxud da ki, epidemik olaraq hansısa bir xəstəlik yayılsın, o dövrdə şiddətlənir. Xəstəlik keçsə də, əlamətləri sönsə də, hələ indiyənə qədər bəzi pasiyentlər deyir, elə məndə COVID-dən sonra oldu. Məndə keçib getmir ki, yaddaşım ondan sonra pozuldu. Nə bilim, deyir, filan kəsin başı ondan sonra pozuldu, yuxum pozuldu. Yəni, bəzən xəstəlik keçsə belə, şəxsin qabığaltı mərkəzlərdə o düşüncələr, o obsessiv fikirlər ondan əl çəkmir, daim onu narahat etməyə başlayır. Və çox təəssüflə qeyd edirəm ki, bu hallar onun ümumi gündəlik rutin həyatına da təsir göstərmiş olur. Suallar ətdindən artıq çoxdur, onlardan bir neçəsini istəyirəm oxuyum. Deməli, 37-31 nömrəli abunəçi deyir, salam, məndə aritmiya var, qapaqda qalınlaşma, ürəyim tez-tez döyünür, əsasən də gecələr, rahat nəfəs ala bilmirəm. Həyəcanlananda da daha artıq bu nəfəs darlığı və sinədə ağrı hiss edirəm. Həkim nə məsləhət görər? Amma məncə burada ürəkdə də bir problem var. Salamlayıram izləyicini. Aritmiyası olan pasiyentlərin adətən əksər faizində yanaşı olaraq həyəcan təşviş pozuntusu görülür, Günay xanım. Onlar bəzən kardioloji dərmanlar içir aritmiyaya görə, həm təzyiqi salır, həm də ki, ürək ritmini normallaşdırmaq üçün dərman preparatları qəbul edilir. Lakin buna baxmayaraq, xanımın söylədiyi kimi, daim narahatdır, yata bilmir, həyəcanlıdır və əgər bu vaxta qədər müraciət etməyibsə, psixiatra müraciət etməyə məsləhət görülür ki, daha rahat olsun, yəni. Çünki tək ürək dərmanınla orada sakitləşmə yaranmayacaq. Aritmiya, ürək ritmində olan pozuntu, həmçinin burada, belə deyək ki, psixiatrik müdaxilə olduqda belə effekt yaxşı əldə etmiş ola bilirik. Burada bir şey də söyleyeyim ki, hər antidepressantı da aritmiyası olan, açıq ürək əməliyyatından sonra olan, miokard infarktı olan şəxslərə ehtiyatlı vermək lazımdır. Mütləq ki, burada həkim, psixiatr mütəxəssis diqqətli olmalıdır. Çünki burada intervallar və ürək ritmində hər bir antidepressantın öz təsiri var, Günay xanım. Bəzi antidepressantlar ürək problemləri zamanında ehtiyatlı verilə bilər. Bəziləri, əgər burada nevroloji problemlər varsa ehtiyatlı verilməlidir, hamiləlik dönəmində ehtiyatlı verilməlidir. Yəni, hər bir antidepressant qonşuya, qohuma, kiməsə yazılıbsa və yaxud da apteksə tövsiyə edirsə qətiyyən olmaz. Çünki hər bir insan individual olaraq həkim, psixiatr qəbulunda olduqda, dərindən müayinə dedikdə biz nəyi nəzərdə tuturuq?
pasiyentin yanaşı xəstəlikləri, onun yaşı, cinsiyyəti, keçirdiyi həyat, bu vaxta qədər aldığı müalicələr, endokrinoloji problemin olub olmaması, kardioloji problemləri, nevroloji problemləri hər biri belə deyək ki, müayinə etapında müzakirə olunur və ondan sonra artıq dərman təyin olunur. Aytan xanım, bir dənə qısa sual verim. Məsələn, mən tutaq ki, xəstəliklə, ipokondriyadan əziyyət çəkirəm. Özüm bunu anlayıramsa, yəni başa düşürəmsə, yaxınlarım məni aparmır da həkim psixiatra, mən özüm bunu anlayıramsa, bu müalicəyə hər hansı bir köməyi olurmu? Bəli, təbii ki, Günay xanım. Şəxsin özünə tənqidi varsa, yəni özü anlayırsa ki, bax, buna görədir bu. Adətən şəxs axı xəstə olduğunu, həqiqi xəstə olduğunun fərqindədir. O psixoloji xəstə olduğunun fərqinə varmır. Adətən bizə müraciət edən yaxınlarıyla birlikdə müraciət edirlər. Günay xanım, şəxsən mən psixiatra müraciət edən pasiyentlər heç vaxt ilkin olmur. Yəni mən çox nadir görmüşəm ki, sual verirəm bəzən, mənə qədər müalicə olunmusunuz. Onlarla həkimdə artıq. Yəni mən çox nadir görə bilərəm. Demək olar ki, müayinədə olmur. Adətən onlarla həkimin müayinələrindən keçmiş, illərdir müalicə olunanlar, xronik xəstələrdir bizə müraciət edənlər. Əslində mən müayinəyə elə pasiyentləri gördükdə niyə rahat oluram? Çünki artıq onlar psixiatrik müayinəni bilirlər, dərman preparatlarının qəbulunu, gedişatı bilirlər və bu daha rahat olur bizə. Baxmayaraq ki, xəstəlik xronikləşmiş olur, yəni dərinləşir klinik əlamətlər. Söylədim ki, son sual olacaq, ürəyim dözmür. Bir izləyicimiz durmadan yazır, deyir ki, anam bütün günü təzyiqini ölçür və nəbzini yoxlayır. Bu da xəstəliyidir. Eyni elə, klassikadır. Klassik xəstəliyidir. Yəni gün ərzində dayanmadan təzyiqini və nəbzini ölçən insanlar da bu xəstəlikdən əziyyət çəkir. Gün ərzində dayanmadan təzyiq, əgər ətrafınızda olan şəxslər gün ərzində dayanmadan, səbəbsiz yerə, xırda bir əlamətlər özündə duyduqda belə tez-tez təzyiqini ölçərsə, nəbzini yoxlayarsa, əlini sinəsinə qoyaraq belə deyək, ürəyini necə döyündüyünü, saniyədə dəqiqədə neçə dəfə döyündüyünü yoxlayarsa, tənəffüsün sayını yoxlayarsa, mədəsində bir əlini qoyaraq qurultu yarandıqda, səs yarandıqda onu yoxlayarsa, bu fikirlər onun gün ərzində beynində cərəyan edərsə, o düşünər ki, hər hansısa bir xəstəliyin ağır klinik göstəricisi məndə var. Demək, burada bir həyəcan təbili çalmaq lazımdır. Çünki bu xəstəliyinin əlamətidir. Yəni, burada hər hansısa bir laborator, instrumental, həkim gəzib müayinələrdə də bir şey aşkarlanmırsa, yəni çox vaxt itirməyin. Yəni, və birbaşa həkim psixiatra müraciət edin. Biz burada diaqnoz qoymuruq, amma hansı əlamətləri hiss edəndə, hansı ixtisaslı həkimə müraciət etmək lazımdır, bu yolu sizə göstərə bilirik və ürəklə göstəririk. Bizim dəyərli Aytan xanım da o dəyərli həkim psixiatrlardandır ki, ona güvənirik. Öz doğmalarımızı, yaxınlarımızı ona etibar edirik. Aytan xanım, uğurlarınız hər zaman bol olsun. Heç zaman sizinlə söhbətdən doymuram, amma növbəti bazar ertəsini çox səbirsizliklə gözləyirəm ki, yenidən növbəti mövzuda sizinlə həm söhbət olun. Bir daha qeyd edim, həkim psixiatr Aytan Namazova bizlə bərabər idi və dəyərli həkimimizin əlaqə nömrəsi 050 377 54 22 099 377 54 22. Aytan xanım, təşəkkür edirəm. Mən sizə təşəkkür edirəm. Çox sağ olun. Minnətdaram Günay xanım. Var olasınız. Qısa ara, çox qısa olacaq aramız və çox maraqlı bir mövzuda, çox dəyərli bir mütəxəssisimizlə söhbətimiz başlayacaq. Düşünürəm ki, bu mövzuda hər kəsin bilgisi olmalıdır.